Hər vaxtınız olsun mənim əzizlərim. Belə bir gündə sizinlə görüşməkdən hədsiz məmnun olduğumu bildirmək istəyirəm. Mən Şamil Sabiroğlu, Xocalı Soyqırımın Tanıtma İctimai Birliyinin sədri, Ana Hərəqəsinin baş redaktoru, Tərəqqi Medal mükafatçısı, Yeni Yurt Sosial İnkişaf İctimai Birliyinin icrası direktoru. Mən istəyirəm bugünkü gündə qonaqları təqdim edeyim, sonra tədbirin məramı haqqında məlumat verməyə başlayaq. Bugünkü tədbirdə iştirak edirlər Yeni Yurt İctimai Birliyinin sədri Mahirə xanım Əsədova. Gəlin alqışlayaq Mahirə xanımı. İctimai Birliyinin sədr müavini, xahiş edirəm ayağa qalsın, sədr müavini Natiq Qasımov, İdarə Heyətinin üzvü Şəhla xanım, milli qəhrəmanımız, şəhid milli qəhrəmanımız Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri, 2-ci qrup müharibə əlili Hacı Ədalət Məhərrəmov, Hacı Elməddin qardaşımız, bizim təşkilatın, Xocalı təşkilatının humanitar şöbəsi müdürü Dilbər xanım, Yeni Yurt Sosial İnkişaf Birliyindən bizim çox hörmətli İlki müəllim, tanınmış tarixçi Nazim Tapdıqoğlu, bu torpağın Ağdam topu getirməsi Səbuhi Mehdiyev, Azərbaycan Milli Televiziyasının əməkdaşı Zənişan xanım, çox hörmətli Zənişan xanım. Eyni zamanda əsasən Türkiyədən gələn qardaşlarımızı niyə saxladım sona? Azərbaycan üçün canından keçən insanlar çoxdur. Canından keçən insanlar çoxdur. O insanların içində bizim də gördüyümüz, dəyərləndirdiğimiz insanlar var və mən böyük məmnuniyyətlə bugün onlardan birini Türkiyə Azərbaycan Dostluq Dernəkləri Federasiyonunun Dış İşləri Başkanı, Azərbaycan Mədəniyyət, Dil, Tarix, Kültür Araşdırma Mərkəzinin rəhbəri, əslən Azərbaycan kökənli Seyfəddin Ayakiyay, Manisa. Həmin təşkilatın fəallarından Doktor Bedri Bilgə, Yavər Çimin və eyni zamanda bizlə buraya gələn insanların içində çox hörmətli bir elm adamı var. Bu torpağın getirməsi Elşad Məliməliyev və mənlə bir yerdə gələn insanların bir də Ellada xanım. Döyüşçü dostumuz Valih müəllim iştirak edir, onu təqdim etməyə ehtiyac yoxdur. Burada Ağdam rayonunun şur ansamblı iştirak edir. Mənim əddiyə onları da alqışlayaq, Hüseyin Hüseynov başda olmaqla. Allah razı olsun. Hörmətli dostumuz Manisa'dan tarixçi alim İsmet Demir. Ama İsmet Hoca bir söyleyeyim ki sonda söylenen insan isimler daha yadda kalan olur. Sinen siper olurdu torpağına, daşına. Cesurları, erleri toplamışsan başına. Hünerle atılmışsan yurt, vətən savaşına. Yok canda zerrece ölüm, itim korkusu, Azerbaycan ordusu. Ben istəyirəm ki, biz gözəl musiqi ilə tədbirimizi açıq elənilə. Buyurun. Ne güzel çağların var, vatan seni yücalda, mərd oğlu var, kızın var, mərd oğlusun, kızımsın, Azerbaycanım, dayandım, kızımsın, Azerbaycanım, mərd oğlusun, kızımsın, Azerbaycanım, dayandım, kızımsın, Azerbaycanım.
Neymətine kurban olum. Ey vatan, senin torpağının nimetine kurban olum. Kör oğlanım, Babəkinin qeyrətinə qurban olum. Nurlu yolun hakkın yolu, bir sahilsiz çayın kolu. Nurlu yolun hakkın yolu, bir sahilsiz çayın kolu. Namusları qeyrət dolu, qeyrətinə qurban olum. Vətən sənin torpağının neymətinə qurban olum. Azərbaycan mayası nur, gayesi nur ki her qaşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki Füzulinin ürəyinə toxuna bilər. Azərbaycan çiçəklər içində qaya, Azərbaycan qayalar içində çiçək. Mənim könlüm bu torpağı vəsf eləyərək Azərbaycan dünyasından baxır dünyaya. Mən aşık oldu bana, yol gedər oldu bana. Mən aşık oldu bana, yol gedər oldu bana. Deyirəm ay mənim əzizlərim, İlham Əliyev gözəl bir sərsərdədir. İnanın getməz bir ardıma da yaman aman. Alkışlar gelsin. Dedem aman aman, yarım ayda ben sana aşıkım, sen sana güzel. Ben sana aşıkım, sen sana güzel. Bir safa hürmetem, gelen seni görür. Bir safa hürmetem, gelen seni görür. Hasretin ağladım, yanan şeklime. Hasretin ağladım, yanan şeklime. Aha göz yaşımı silen seni görür. Aha göz yaşımı silen seni görür.
bugün de bizim yaddaşımızdadır. Biz orada olmuşuq ve Ağdamın qəhrəman oğullarının bu savaşta gösterdiği igidliklərin şahidi olmuşuq. Yeri gelmişken bir sual vermek istəyirəm sizə. En çok şehit veren ölkəmizdə hansı rayondur? Kim deyə bilər? Alqışlayaq xahiş edirəm. Yani ona göre ki toprak uğrunda ölen varsa, eğer uğrunda ölen varsa vatandır. Eğer o torpağın uğrunda döyüşe gedirlərsə, könüllü olarak, eğer şehit olurlarsa doğrudan o oğullar hakkında hemşe bilirsiniz ki Kur'an-ı Kerim'de de var ki o oğullar şehit ki olublar, onlar Allah tarafından ruzi verilir, onlar diridirler. El-Bəqərə surəsində. Mənim əzlərim, mən Yeni İctimai Birliğinin icraçı direktoru kimi təşkilat hakkında kısa məlumat vermek istəyirəm. Əvvəl onu deyim ki 2005-ci ildən fəaliyyət göstərir. Yəni inşallah 10 yaşı tamam olacaq. Kısa müddətdə Mahir xanım 8 aydır bu təşkilatın rəhbəridir. Kısa müddətdə çox böyük işlərə imza atıb. Öncədən Mahir xanım Əsədova qadın layihəsinin, Azərbaycan qadın layihəsinin rəhbəri kimi bir çox filmlərin çəkilməsində, tədbirlərin keçirilməsində çox böyük igidlik göstərib. Bu yaxınlarda məhz Ağdamın Əhmədalı kəndində arteziyan quyusunun qazılmasının da səbəbkarı, iştirakçı və bilavasitə maliyyə dəstəyi göstərib Mahir xanım olub. Əsədov. Gəlin Mahir xanım bir alqışlayaq. Yeri gəlmişkən deyim ki, Yeni Yurt Sosial İnkişaf İctimai Birliğinin dəstəyi ilə, maliyyə dəstəyi ilə belə bir film çəkilib. Torpaq, eğer uğrunda ölen varsa vətəndir. Ve bizim Türkiye'den gelen hürmetli ziyalılar mezhemin tədbirin işığına yığılmışlar. Kısmete bakın ki biz dünənləri Şəhidlər Xiyabanında olduq, Türk Şəhidlik kompleksinde olduq, Ümumi lider Heydər Əli məzarı ziyaret etdik. Bu ise Şamaxıdan gələndə biz Türk məzarını, qərib Türk məzarını ziyaret elədik, ruhuna fatihələr söylədik. Biz de Türkiye'den olan qardaşlarımızı, şəhidlərimizi unutmağa hakkımız da yoktur. Çünkü dahi Heydər Əliyev de söylemiştir ki biz bir millət, iki dövlətik. Mahir xanım, böyük məmnuniyyətlə mən sözü sizə vermək istəyirəm ki bir sədr kimi, rəhbər kimi bir kəlmə söz söylərsiniz. Buyurun. İlk öncə bizə bu şəraiti yaratdığına görə mən Müdafiə Nazirliyinin rəhbərliyinə bağışda Zakir Həsənova öz minnətdarlığımı bildirirəm. Çünki onların köməyi olmasaydı biz bu tədbiri düşünürəm burada keçirdə bilməzdik. Bu əskərlərimizi gördüm, sözün açığı ürəyim dağa döndü, qürur hissi keçirdirəm. Bilirsiniz, bu məşhur Türk şairinin belə bir sözü var. Bayraqları bayraq edən üstündəki qandır. Torpaq, əgər uğrunda ölən varsa vətəndir. Torpaq o zaman torpaq olur ki, onun uğrunda ölən şəhidlər var. Bayraq o zaman bayraq olur ki, onun uğrunda ölən şəhidlərinin qanı sızır bu bayrağın üzərinə. Çünki torpağı, devləti heç vaxt sözlə almaq qeyri-mümkündür. Bizim torpaqlarımız sizə əmanətdir və sizlər də Allaha əmanətdir. Məhəmməd Peyğəmbərin belə sözü var, torpağı, devləti, vətəni sevmək imandandır. Və mən sizə Allahdan can sağlığı diləyirəm və sizə Allahdan güc, qüvvət diləyirəm ki, Allah sizə bu gücü versin ki, sizlər də bizim bu torpağımızı belə bir böyük qürurla qoruyasınız. Çünki bizim torpaqlarımız sizə əmanətdir. Təşəkkür edirəm. Bundan da biz sizi gelin bir de alkışlayaq, xahiş edirəm, alkışlayaq ordumuzu. Var olsun ordumuz, var olsun yurdumuz. İnsan bir şeyler söylediği zaman yüreğinden kopması gerekiyor. Sizlere söylenecek o kadar şeyler var ki buna bir insanın yüreği kifayet etmez. Yetmez bir yürek. Çünkü sizi buraya gönderen analar tıpkı Çanakkale'de Kurtuluş Savaşı'nda veya Bakü işgalinden kurtuluşunu gerçekleştiren Kafkas İslam Ordusu'nun askerlerini yola salan o analar evlatlarının ellerine, başlarına kınalar yaktı. Adları Kınalı Kuzu kaldı. Adları Mehmetçik kaldı. Sizler Türk ordusunun, sizler Azerbaycan'ın, sizler Türk Cumhuriyetlerinin, sizler insanlığın savaşı üreten o emperyalist güce karşı
mücadele veren, göğüs geren kahramanlarısınız. Gelirken şunu gördüm. Gerek Türk şehitliğinde, gerekse Azerbaycan'ın Türkiye'deki şehitlerinden örnek alarak sizleri, her birinizi bir Sametoğlu Süleyman'ın Çanakkale'de öldüğü gibi, bir Kerkütlü Hamza oğlu Mehmet'in Çanakkale'de öldüğü gibi, bir Konyalı Habib oğlu Kemal'in Bakü'de öldüğü gibi, sizlerin göğsünüzü düşmana her an geleceğinize inanarak size bu güzel vatanı inkişafını yaratan ve bu bağımsızlığınızı koruyarak medeni bir ordu yaratan, gerçekten de bir millet iki devlet diyen Haydar Aliyev'i anmadan geçmek mümkün değildir. Türk ulusunun varlığını borçlu olduğu Mustafa Kemal Atatürk, yalnız Türkiye'nin kalbinde değil, sizlerin de kalbinde yattığına inandığım için biraz sonra doktorumuz Mustafa Kemal Atatürk'ün rozetini her birinize verecektir. Ve ben burada, müsaade ederse komutanım, bu Türk bayrağını öperek Azerbaycan bayrağını öperek size şu mesajı vermek istiyorum. Türkiye'de kardeşleriniz sizlerle birliktedir. Eğer 66 yaşındaki bir insan huzurunuzda bu duyguyu anlatıyorsa, eminim sizler hiç tereddüt etmeden canınızı bu vatan için vereceksiniz. Başta komutanlarınızı ve sizleri kutlayarak, eğer kabul ederseler plaketimizi komutanınıza sunmak istiyorum. Bu plaket Çanakkale'de şehit düşen bir askerin anıtıdır. Ve bu asker karşıda cephede yaralı olarak inleyen düşman Anzak askerini kucağına alarak karşı cepheye düşmanlara götürüp teslim etmiştir. Ve onun abidesine Anzaklar bugün bile saygı duymaktadır. Bu abidenin armasını taşıyan Türkiye Azerbaycan Dostluk Dernekleri Federasyonu ve Türkiye Uluslararası Azerbaycan Dil Kültür Araştırma Merkezi'nin bir şükran plaketi olarak komutanınıza arz ediyorum. Hörmətli qonaqlar, Seyfəddin müəllimin çıxışı bizi çox dərinlərə apardı və Seyfəddin müəllimin gözündən yaş çıxmağı bizim hər birimizi qürurlandırdı və bir daha düşmənə nifrətimizi artırdı. Mən əminəm ki, buradan biz düşmənə qədər çox bir yaxın məsafədəyik Seyfəddin müəllim. Hər an biz əlimizə silah götürüb və sizin istərdik ki, gözünüzdən həmişə sevinç yaşaxsın. Sağ olun, mən də qürur duyuram ki, bu devlətin, bu xalqın, millətin əskəriyəm, sizinlə bərabər, əskərlərimlə bərabər və əmin olun ki, bizim əskərlər hər an düşmənə qalib gəlməyə hazırdılar. Sizin bu göz yaşlarınız qoy bizim üçün bir sevinç olsun, qürur mənbəyi olsun, bir hədəf olsun ki, biz o sevinç, bu kədəri yox, sevinç yaşaxsın sizin gözümüzdən. Və siz də bizim Türkiye'de olsanız da
gəlib bizi daha ürəklə yad eləsiniz. Sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun və icazə verin sizi bir əskər kimi olaraq üzünüzdən öpüm. Sağ ol. Sağ ol. Sırpınırdır Karadeniz, bakıp Türk'ün bayrağına. Ahır menen bir görseydi, selam Türk'ün bayrağına. Ahır menen bir görseydi, selam Türk'ün bayrağına. Gözlerden yaş akacaktı, yüreğimden bakacaktım. Düşmene dağ basacaktım, bakıp Türk'ün bayrağına. Karabağ'dan asacaktım, Azerbaycan bayrağına. Karabağ'dan asacaktım, Türk'ün bayrağına. Karabağ'dan asacaktım, Azerbaycan Türk'ün bayrağına. Eşk olsun. Var olsun Türkiye-Azerbaycan dostluğu ve kardeşliği. Eyleşin. Benim əzizlərim, əslində elə də olmalıdır. Bizim dövrəmiz Türkiyənin, çünki Türkiyə bizim ümid yerimizdir. Türkiyə bizim son pənah yerimiz ki, Azərbaycan çətin gündə Türkiyə eyni zamanda əksinə həmişə bir yerdə olmalıdırlar. Mən çox sevindim ki, bu yaxınlarda Ağdama yeni icra başçı təyin olundu Raqib Məmmədov. Raqib müəllim mən 90-cı ildən tanıyıram. Doğrudan da hələ Komsomolda işlədiyi işlər vaxtlardan tanıyıram. O məni gözəl tanıyır və inanıram ki, burayında son vaxtlarda işlər ki başlanıb, davam etdiyi Cənab Prezidentin sərəncamı ilə ki təyin olunub işlər aparılacaq. İndi üzülür səbəbdən Raqib müəllim gələ bilmədi, o da gəlməlidir, bu tədbirdə iştirak etməlidir. Önəmli o deyil, önəmli odur ki, onun da qəlbi buradadır, onu da sizə salamlarını çatdırmaq istəyirəm. Və böyük məmnuniyyətlə sözü Milli Televiziyamızın əməkdaşı Zənişan xanıma verirəm. Buyurun Zənişan xanım, alqışlayaq bir daha. Əziz qardaşlarımız, evlatlarımız, onların mehriban komandirləri, qayğıkeş komandirləri, sizinlə bir yerdə olmaqdan o qədər xoşdur bizə, o qədər qürurluyuq ki, maşallah, hamınızın üzündə bir sağlam ifadə, bir gözəl gülüş, Allah var eləsin bu əskərlərimizi, bu mehriban komandirlərini, qayğıkeş komandirlərini. Bilirsiniz, mən uzun illər televiziya işimlə bağlı, həm də Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində fəlsəfədən dərs dedim. Yeganə bir amalım o idi ki, bizim əskərlərə qalib gəlmək, bax onu təlqin eləmək, şəhid olmaq, vətənin üçün şəhid olmaq o ən yüksək məqamdır və onun ən sonuncusu. Amma mən sizə qazi olmağı arzulayıram. Mən sizə qəhrəman olmağı arzulayıram. Hər birinizə. Bir əskər əgərdir, o general olmaq istəyində deyilsə, deyirlər əskər demək deyil. Mən sizə mütləq bu torpağın, bu vətənin qalib əskəri, qazisi, general olmağı arzulayıram. Birazca o yana sərhəddir. O sərhəd, o sınır ki, oradan o tərəfə də bizim torpaqlardır. Allah eləsin, elə sizin məqamınızda, sizin vaxtınızda siz onları alasınız. Biz də bütün analar, bacılar o tərəfdə gözləyək ki, qəhrəman əskərlərimiz gəlsin. Qalib əskərlərimiz gəlir. Əskərə vətənin canlı sınırı deyirlər. Vətənin sərhəd dirəkləri deyirlər. Əskərlər vətənin sərhəd dirəkləridir. Canlı sınırıdır, qoruyucususunuz. Çünki üzü o yana artıq vətən torpağıdır, o vətən ki alınmaz, analar, bacılar oradadır. Mən ancaq qalib olmağı arzulayıram və sizə çox sevdiyim bir şeyi söyləmək istəyirəm. Çox təşəkkür. Sən də keçə bilərsən yardan, anadan, bacıdan.
Sənin də dastanını oxuyarıq əzbərdən. Xəbərin yox kimidir daşıdığın dəyərdən. Dildə sənsən, eldə sənsən, könüldəsən, başdasan. Fatihin İstanbulu fəth etdiyi yaşdasan. Üzünə vurmaq gərək zamanının fəndini. Göstər qabaran sular necə yıxır bəndini. Kiçik görmə, xor görmə dəliqanlım kəndini. Bir kiçik abidəni yüksəldəcək daşdasan. Fatihin İstanbulu fəth etdiyi yaşdasan. Bu kitablar Səlimdir, Sultandır, Süleymandır. Bu mihrab Sinanüddin, bu minarə Sinandır. Haydi artıq uyuyan tarixini oyandır. Qızım, sən də Fatihlər doğuracaq yaşdasan. Bilməm nədən gündəlik işlərlə təlaşdasan. Dəliqanlım işarət aldığın gün atandan. Yeriyəcəksən millət, yeriyəcək arxandan. Sənə salam gətirdim Ulubatlı Hasandan. Sən ki bürclərə bayraq, olacaq qumaşdansan. Fatihin İstanbulu fəth etdiyi yaşdasan. Hər birinizə qəhrəman olmağınızı, igid olmağınızı, qazi olmağınızı arzulayıram. Çox sağ olun, sizi gördük. Qurban sizə canım, sağ olun, mənim əziz balalarım, sağ olun. Çox sağ olun. Mənim əzizlərim, istəyirəm ki, bir gözəl musiqi ilə rəqs eləsin bizim qardaşlarımız. Biz də onlarla bir yerdə.
Mustafanovla, Kazımağa Kərimovla, Saltın Əskərovla tanış olmuşam. Çingiz Mustafayevlə bir yerdə reportajda hazırlamışam. Mən özüm Xocalı soyqırımı haqqında Səhər qəzetində ilk məlumatı verən jurnalist və həmin fotoların müəllifi Məziz Əskər qardaşlarım. Cənab Prezident sərəncamı ilə dövlət mükafatı layiq görülmüşəm. Və bugün burada Ağdam torpağının daha bir yetirməsi, dəyərli bir ziyalımız, Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəm adlı İnkişaf Fondu sədrinin müavini Elşad Əliyev iştirak edir. Gəlin Elşad müəllim alqışlayaq, böyük məmnuniyyətlə və sözü ona verək. Buyurun Elşad müəllim. Çox sağ olun, minnətdarım Şamil müəllim. Əvvələ hamınızı əziz və hər birimiz üçün müqəddəs olan ana vətənimiz Azərbaycanın dilbər güşələrindən biri Qarabağ torpağında ürəkdən alqışlayıram, salamlayıram. Sizlərə zəfər dolu günlər yaşamağı diləyirəm. Bugünkü gündə Möhtərəm Prezidentimizin ardıcıl və cahanşümül siyasəti sayəsində ordumuz günü-gündən güclənir. Rifahı yüksəlir, müasirləşir və millətimizin qüruruna çevriləcək bir səviyyə yetişir. Dövlətimizin birinci xanımı Mehriban xanımın sayəsində ana vətənimizlə bağlı olan olaylar, Qarabağımızla bağlı olan olaylar, Heydər Əliyev Fondunun həyata keçirdiyi silsilə tədbirlər sayəsində Azərbaycandan çox-çox uzaqlarda yayımlanır və Azərbaycan olayları Azərbaycan sevərlərə, Azərbaycanı düşünənlərə, Azərbaycanla maraqlanan digər xalqlara, millətlərə çatdırılır. Bugünkü gündə hər birinizin örnək götürəcəyiniz milli qəhrəmanlarımızın bir xeylisinin adı çəkildi, bir çoxunun adı çəkilməsə də, yəni mənim sizə ehtiyatlı olan bir zabit olaraq tövsiyəm və təvəqqəm ondan ibarətdir ki, əgər bugünkü gündə müasirlərimiz, bir çox halda isə həmyaşıdlarınız torpaq uğrunda, vətən uğrunda canlarını fəda edib, şəhid olub, bu müqəddəs altında uyuyorlarsa, biz bu torpağın üzərində yaşayan, yaradan, quran və bu ana vətən torpağından bəhrələnən bu torpağın oğulları hər yaşadığımız günə məna alaraq günümüzü yaşamalıyıq. Sizlərə gəldikdə vətənpərvərlik hissiniz tərbiyə edilməli. Hər gün o hissə yeni bir güc verməlisiniz. Və bir daha hamınızın adından Möhtərəm Prezidentimizə onun yanında aslan qeyrəti ilə dövlətimizin şanını, şöhrətini, şərəfini yaşadan birinci xanım Mehriban xanım Əliyevaya, bizim silahlı qüvvələrin naziri Möhtərəm Zakir müəllimə Həsənova və dövlətimizin ordu quruculuğunda töhfəsi olan hər bir insana, hər bir Azərbaycanlıya vəzifəsindən, rütbəsindən asılı olmayaraq öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Öz adımdan deyildir. Adı bizim üçün əziz və müqəddəs olan, bu torpaq uğrunda şəhid olmuş Asif Məhərrəmovun adını daşıyan fondumuzun və onun möhtərəm sədri Hacı Ədalət Məhərrəmovun adından. Təşəkkür ederim. Mən bura böyük məmnuniyyətlə bizim tarixçi alim Nazim Tapdıqoğlu'nu dəvət edirəm. Nazim müəllimi alqışlaya xahiş edirəm. Amma çox maraqlıdır. Özü danışacaq, vallahi bilmirəm. Özü Füzuli torpağını yetirməsidir. 4 səhifəlik mən məlumat verim. Sonra siz davam elətdirəsiniz. Mənim əzbərim. Məhz bu kitab, faciələrimizin təqdim edilən kitabı Yeni Yurt Sosial İnkişaf Birliyinin sədri Mahirə xanım Əsədovanın maliyyə dəstəyi ilə hazır. Gəlin onu alqışlayaq bir daha. Və mən istəyirəm ki, tarixçi alim Nazim Tapdıqoğlu
hem de bugün şair Nazım Müəllim kimi danışsın sizin karşınızda. Bir şiir de deyirsə xahiş ederim. Olur mu? Sonra güzel bir rəqslə əskərləri oynadırıq. Rəqs edirlər. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Vətən də, millət də, dövlət də torpaqdan başlanır. Əgər biz yurdumuzun, torpağımızın tarixini bilməsək, başımıza necə ki 20-25 il bundan əvvəl olaylar gəldi, ona oxşar olaylar yenə gələcəkdir. Çəpərliyər ağıllı söz özbaşın, qənimidir yersiz gələn söz başın. Kişi var ki, papağıdır yüz başın. Papaq var ki, içi boşdur, görünmür. Hörmətli bacılar, dostlar, qardaşlar, qonaqlar, əziz əskərlər. Bilirsiniz ki, 1988 ilin fevralında Qarabağ müharibəsi başlandı və 1994-cü ilin may ayının 12-sində Bişkek protokolu qüvvəyə minərək ateşkəs elan olundu. Bu müddət ərzində biz 19.000 şəhid verdik. Bu şəhidlərin hər biri torpağa bastırılmaq saadətinə qovuşmadı. Üzərində dayandığımız bax bu Ağdam, müqəddəs Ağdam, Qarabağın toy evi olan bu Ağdam torpağının hansı ki 2 kilometr o yanda erməni səngərləri var. Buradan 150 kilometr ortaq mən kilometraj götürürəm. 150 kilometrə qədər bütün Ermənistana qədər işğal olmuş ərazilərimizin hər birini, yəni inzibati ərazi bölgüsünə görə bura 11 rayonun 11'ini də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və eləcə də Yuxarı Qarabağ İqtisadi rayonunun ərazilərini də daxil edirəm. Biz o torpaqlara sizin sayənizdə qayıdacağıq. Biz də lazım gəlsə, necə ki mənim həmkarım məndən öncə dedi, biz də əvvəlki kimi yenə də əlimizə avtomat alıb sizlərin yanında olacaq. Mən bilən, Seyfəddin bəy də təsdiq elər, Türkiyədə əskər olmayana qız verməzlər. Sizlərin də tam görürəm, böyük əksəriyyətiniz subaysınız. Allah sizi sağ-salamat hərbi hissənizi, hərbi xidmətinizi başa vuraraq şərəflə evinizə dönmənizi arzulayıram. Bizim bu Qarabağ müharibəsi deyilən zamanda şərəfli döyüş yolu keçən əskərlərimiz çox olub. Onlardan dediyim kimi şəhid olanları da, əlil olanları da, sağ qalanları da var. Və mən hesab edirəm ki, Azərbaycanın həmişə yaxşı oğulları dünən də olub, bugün də var, sabah da olacaq. Və mənə elə gəlir ki, hər biriniz, sizin hər bir əskər, burada Zakir Həsənovun, eləcə də Ali Baş Komandanın əmri olarsa, ən yaxın müddətdə bu itirilmiş torpaqlarımızı düşməndən geri qaytara biləcəksiniz. Yəni o qüvvədəsiniz. Və mən bayaqki söhbətimə bir daha qayıtmaq istəyirəm ki, şəhidlərimizin hamısı qəbristanlıqlarda, xiyabanlarda dəfn oluna bilmədi. Bizim 3000'ə qədər oğullarımız, qızlarımız, şəhid olan hələ oğulları, qızları nəzərdə tuturam. Girovları yox ki, onlardan da 4000'ə qədəri bilirsiniz ki, hələ də erməni əsirliklərində onlardan cəmi 1500'ünün talihi bizə deyilir ki, sağdı güya. Yəqin bilirsiniz ki, 1991'in noyabrın 26'sında 279 sayılı Milli Məclisin ratifikasyasını keçən qanuna əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti öz varlığını itirdi. Yəni, Əskəran rayonu oldu Xocalı rayonu, avtomatik olarak 52 rayondan 11'ində ki, hansı ki Azərbaycan o ayrıca bir rayon oldu. Yəni mən gəlirəm Martuni və Hadrut rayonu birləşdi, Xocavənd rayonu oldu. Şuşa qaldı yerində
və Mardaket rayonu ki vardınız ki biz onu Ağdərə dedik. Biz onu 3 yerə böldük. 22 kənd Kəlbəcərə, 7 kənd Ağdama, 26 kənd Tərtərə düşdü. Və həmin kəndlərin hesabına 7 kənd böyüdü Ağdam. Və bugün 125 yaşayış məntəqəsi olan Ağdamın 83 yaşayış məntəqəsi əsirlikdədir. Və burada bütün Ağdamın kəndləri haqqında məlumatlar var. Və mən bu kitabları sizin hər birisiyə bağışlayıram. Elə bilirəm ki, vaxt tapıb bunu oxusanız çox şeylər əldə edəsiniz. Həminizə uğurlar arzulayıram. Əskəri xidmət, şərəfli əskəri xidmət arzulayıram. Sağ olun. Komandir, mən elə ki, bunu da saxlamaq lazımdır. Ön xəttə aparmaq lazımdır ki, yazanda yaxşı yazsın. Doğrudan da çox döyüşən olanlar, çox olub Tərtərin, ümumiyyətlə Tərtər Azərbaycanın Stalingradı rolunu oynaya bildi o dönəmdə, əksər bölgələrdə oldu, amma o bölgədə qorundu. Bir də Pənah müəllim çıxır söylə ki, gör, Aydın dayanıb, belə silahı da belə deyir, Aydın, atan sənsən, deyir, Pənah müəllim, 5 ildir müharibə gedir, bir dəfə mənim attığımı görmüsən. Deyəm, o işdə elə qəhrəman oğulları mənim həm zarafatı ilə, həm əməli ilə özlərini kişilikli sübut edən oğulları alqışlayır. Xərqsiz dəyər verirəm biz sizə bir gözəl rəqs havası ilə və xahiş edirəm, çox xahiş edirəm ki, bizim qonaqlarımız da fəal olsun. Bellidir hamiye Qarabağ'dır Zeyleyle kirvanda Gez Qarabağ'da Mehriban karşılar Dolmalıyadı Mehriban karşılar Dolmalıyadı Gezel Qarabağ'da Naz Qarabağ'da Ellada Lasım düşmən əlində, yaş tutuq dövrən ağlayır. Ağdamın ağ günü gedib, Füzulim qan ağlayır. Qubatlının dərdi ağır, Zəngilana güllə yağır, dərd üstündən salım çıxır, Şadarda xan ağlayır. Daşır, coşur, Tərtər çayı, hanı elin hay harayın, qara gəlib günün ayın. Kəlbəcər yaman ağlayır. Getdi Xocavənd, Xocalımız, sönüb neçə çırağımız, pozulubdu nevrağımız, ay neydi? Zaman ağlayır, zaman ağlayır, zaman ağlayır. Ay tarihleri Bunlardan aladı Ya Allah'tan geçemde Adalet belli Cennet yanında Sarına külahlidir Sayısılıdır Kadar Karabağ'dan Göz Karabağ'da Yayamalama Laylamız sağlayıq muğamat üstə, Dədə Süleymandan dəşdili istə, Qoy ay gün olsun kəsmə şikəstə, Muğamata zinətimdir Qarabağ. Çağırın rəmişi çalsın seygahı, Çatsın yaradana Arifin ahı, Səslərəm köməyə qadir Allahı. Mənim ahım iniltimdir Qarabağ. Qarabağlıyam, Qarabağım talandır. Bir dərd üstə min bir dərdim qalandı. Qarabağsız keçən ömrüm yalandır, həsrətimdir, hicranımdır, vüsalımdır Qarabağ. Mənim ahım, iniltimdir Qarabağ. Boynuna yan düşəndə sənə vuruldum Bulanlıq suydum səndən duruldum Yorulmaz varlığıdım indi yoruldum Niyə bizdən getdin soynayayaqda Çox bəlalar keçdim
Qarabağ təbiətin sərvətidir, varıdır. Azərbaycan yurdunun solmayan gülzarıdır. Hüsnü yaşıl bağları, vüqarlıdır dağları. Hər daşını görən dilçələr Qarabağda min ilin yorğunu da dincələr Qarabağda. Xan kəndi bəzəyi Şuşa zümrüd tacıdır. Bərdə, Ağdam, Ağcabədi Tərtər qardaş bacıdır. Ay dostlar, könlüm o yerlərin həmişə möhtacıdır. Hər daşını görən dilçələr Qarabağda, bir ilin yorğunu da dincələr Qarabağda. Arabayla bağlısan mən dalmaqdayan, düşmən elində satsay qonayan. Xilas olacaqsan qoyansın bəyan, qalmayacaq belə dövrənəyəm. Qəbul et bərdəni qibləgah kimi, əyil torpağına barigah kimi, yön çevir Ağdama sərsəgah kimi, düzəlsə niyyətin, bir Qarabağdır, bir Qarabağdır. Ay tarih alayettin, darıcı bulanı. Her bahçeler, deste gülü. Kurban bilmemden atar tanrı, sekavetin mezarı, göz Karabağ. Cavanları pərək dolu bəbir, şir, Ağsaqqalı qoç Koroğlu Cavanşir, Ağdam, gözəl Bərdə, Şuşa, Mirbəşir, cənnət Qarabağdır, gün Qarabağdır. Çalışma tanrıçanım, hamda canım. İndiki cavansan, hala gezdeyim, mirəli məskənsən, tez Qarabağda. Mən aşıqam Ağdama, Qaradama, Yağdama. Ağdama xain baxan, mənfur düşmənlərin gözlərinə Yağdama. Mən aşıqam bir də mən, çalın oxuyun bir də mən. Gün olsun növbəti görüşlərimiz, Şıransamlı rəhbər Hüseyin müəllim başda olmaqla Ağdamda görüşək bir də bizə yanan aman ay canım. Könlüm intizarda deyil, qəlbim ahuzarda deyil, cennet uzakları da değil, cennet uzakları da değil. Qarabağ torpağındadır, Ağdam torpağındadır, Qarabağ torpağındadır, Azeri torpağındadır. Boynunda hemayile, Bozbayan şirin olan, nerede sen aile, ay güzelim aile. Boynunda hemayile, Bozbayan şirin olan, nerede sen aile. Kaşın gözün şirin sözüm, oldu benim canım, kaşın gözün sözüm, nereye oldu benim canım. Ben sana kurban, sevgili canım, ben sana kurban, sevgili canım. Hanım benim canım, kurban olumu gel sen yanıma hanım. Ay hanım senin canım, kurban olumu gel sen yanıma hanım.
Onlara bir alkışlayan xahiş eyləm Tural müəllimi. Və Tural müəllimin verdiyi məlumata görə bu ayın axırında inşallah Kanal 24.az saytı fəaliyyət göstərəcək. Və burada çəkilən linklərin çoxu vacib bildiyimiz kadrlar inşallah orada da nümayiş olacaq. Türkiye'de aparılacaq inşallah. Başka televizyon kanalı göster. En önemlisi odur ki biz buradan özümüzle büyük bir sevgi aparırıq. Çünkü ön xəttdə olan kardeşlerimizle görüşüp gelirik. O verilib. Aynı zamanda Mehmet Qiyas Azərtürk, Türkiye Böyük Millət Məclisi danışmanı. Hazırda Bakıdadır, onlar gəlmədi, onların da sizə çoxlu salamları var. Ve burada İsmet hocam çıxış etmek istemedi, ben de duygulanmışam. Yavruçimen çıxış etmek istemedi. Ama bizim doktor sevgimiz var. Buraya gelirse doktor demek ihtiyacımız var. Ama doktorun da qəribə bir oynamağı var ha. Buyur. Hepinizi saygıyla selamlıyorum. Ben askerliğimi 1994 yılında Karaağaç'ta yaptım. Türkiye'de Yunanistan sınırıdır. Aynı böyle sınır karşımızdaydı. Bizim birliğimizde ben karargah bölüğünde sıhhiyedeydim hekim olduğum için. Eski günlerime döndüm. Türk milleti olarak her zaman devlet kurmuşuzdur. Devletler yıkılmıştır ama yeni devletimizi muhakkak ayağa kaldırmışızdır. Hiçbir zaman ordusuz kalmadık, devletsiz kalmadık. Bizde asker ocağına peygamber ocağı denir. Her Türk milletinin evladı, erkeği muhakkak askerliğini yapar ve vatanına görevini sürdürür. Çanakkale Zaferi sırasında, Çanakkale Savaşı'nda İstanbul Üniversitesi'nde okuyan tüm öğrenciler cepheye gitmişlerdir gönüllü olarak. 15 yaşında gençler cepheye gitmişlerdir. Ve İstanbul Üniversitesi'nde o dönemde cepheye giden hekim adaylarından hiçbiri geriye dönememiştir. Şehit olmuştur ve okul o dönemde bir tane mezun verememiştir. Hepsi şu anda Çanakkale'de yatmaktadır. Ve biz onlar sayesinde şu anda başımız dik yaşamımızı sürdürüyoruz. Sözlerime Mustafa Kemal Atatürk'ün "Ne mutlu Türk'üm" diyene, Azerbaycan'ın kurucusu Haydar Aliyev'in "Tek millet, iki devlet" sözleriyle son veriyorum. Hiçbir zaman başımızı eğmeyeceğiz. Ordusuz kalmayacağız. Mustafa Kemal'in askerleriz diyorum. Hepinizi saygıyla selamlıyorum. Sağlıcakla kalın. Allah'a emanet olun. Rəqsi unutmayın hocam, birgə rəqs edəcəyik.
Gelin bir de alkışlayalım cavanları. Mənə elə gəlir ki, rəqs elədiyiniz kimi maşallah döyüşünüz də, savaşınız da belədir. Bir daha Azərbaycan olsun, eşq olsun. Eşq olsun Ali Baş Komandanımız Cənab İlham Əliyevə. Var olasınız sizi. Natiq Qasımov, təşkilat sədrinin mavini və onun həyat yoldaşı Şəhla xanım. Xahiş edirəm, qalxın ayağa. Və İlkin müəllim, İlkin Məmmədov, Nəqliyyat üzrə mavin. Natiq müəllim bir dəfə Cənab komandir Ümumi lider Heydər Əliyev Bakıda çevrilişlə əlaqədar ki, onun qarşısını ordu hərbçiləri qarşısını aldılar. Onlar qəbul elədi. Mən çox hörmət elədim dostumuz Ramaldanov az söz dedi, çıxış eləmədi. Heydər Əliyev də çox bilmiş, yəni bu işlərin hərisini bilən bir insandır da. Çox gözəl bir söz söylədi, orada dedi ki, nədənsə dedi, bizim hərbçilərimiz çox iş görüb, az danışırlar. Əslində az danışan adam daha səliqəli olur, daha gözəl işlər görür. Bu baxımdan sizi və Natiq qardaşımı alqışlayıram. Allah canı salamat eləsin. Doğrudan da həm İlkin, həm Natiq qardaşım, həm onun həyat yoldaşı Şəhla xanım neçə gün ərzində çox bir əziyyətlər çəkiblər ki, yəni bizim qonaqlarımız buradan qaydanda ağız da olsun, ürək də olsun qaçsınlar. Mən sözü Natiq, birinci növbədə sənə verirəm, öz xeyirdanı verirsən. Buyur. Xoş gördük sizi. Sizin hamınızı salamlayıram. Arzum budur ki, hamı tezliklə, qələbə arzusu ilə evlərinizə qaydasınız. Bir daha salamlayıram sizi, olun. Xoş gördük sizləri. Böyük Atatürk demişkən, bir əskər bir ordudur. Mən sizin hər birinizə bir ordu olmağınızı arzulayıram və zəfərlə evizə dönüb vətəni sevindirməyi arzulayıram. Amin, amin. Güzel, güzel. Xoş gördük sizləri. Mən fəxr edirəm ki, Azərbaycanın belə bir ordusu var. Və o belə qüdrətli, belə güclüdür. Və sizinlə də fəxr hissi duyuram. Allah sizi qorusun. Sağ olun. Amin, amin. Onu da deyim ki, İlkin qardaşım da, Natiq qardaşım da təbii ki, hərbi xidmətdə olub, özü kişi kimi xidmət edib bu ordunu, bu xalqı sevvar olasınız. Birazdan inşallah, buyur. Əskər yoldaşım da indi burada qulluqdadır hal-hazırda. Mənimlə bir yerdə olub, hərbi hissədə. İndi sizinlə burada və xidmətdədir hal-hazırda. Sağ olun. Yüreğime gelip yollamada ben bu yarını sana getir Gedara bu getir Saçlara yol getir Vay 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 Ben bu yarını sana getir Gedara bu getir Saçlara yol getir Vay 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 Ağrı dağın ətəyində gəlir sizlər üçün. Gözəl, gözəl. Almışlar hanı bə? Ağrı
Ağrı'nın öteyinde uçan güvercin olmuşsan Ağrı'nın öteyinde uçan güvercin olmuşsan Bu melek yaş değil da bana ne değil Bu melek yaş değil da bana ne gider Başımdaki sevdayı karşı dağlara mı yazsam o melek yüreği karşı dağlara mı yazsam o melek yaş değil neyle duran bana nereye gider bu melek yaş değil neyle bana nereye gider Əyləşin məndə o demək, siz əsas xidmət edirsiniz və sizin də borcunuz ananızın, bacınızın, vətənin, torpağın namusu qeydini qorumaqdır. Azərbaycanın neçə milli qəhrəmanı var? Azərbaycanın neçə milli qəhrəmanı var? Azərbaycanın 211 milli qəhrəmanı var. 10 milli qəhrəmanlardan biri Fridasif Məhərrəmovdur. Allah ruhunu şad etsin. Gəlin alqışlayaq. Sağlığında ona Azərbaycanın milli qəhrəmanı adı veriləndə götürməmişdi. Demişdi ki, vətənin, torpağın işğal olunan hissələri erməni tapdağındadsa, mən o adı götürməyə haqqım yoxdur. Amma xəstələndi, ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Soçiyə müalicəyə göndərildi və dünyasını dəyişdi. Allah ruhu şad etsin. Ölümündən sonra ümummilli lider Heydər Əliyevin fərmanı ilə Asif Məhərrəmova Azərbaycanın milli qəhrəmanı adı verildi. Bu böyük bir tarixdir, böyük şərəfdir və bunu biz mütləq bilməliyik.
Haqqımız yoxdur elə oğullar unutmağa. Və onun qardaşı, Qarabağ qayısı bizim dostumuz, özü də zabit kimi xidmət edib. Çox hörmətli Ədalət Məhərrəmov alqışlayıram və dəvət edirəm bura. Yeri gəlmişkən, Ədalətin 3 oğlu var, 3 övladı var, üzr istəyirəm. Yusif, Asif, bir də ki balamız Nuray. Və hər üçü də Avqustun 12-sində anadan olub. Allah xoşbəxt eləsin. Alqışlayaq. Sağ ol Şahan. Hoş gördük kardeşler. Geçmişim yadıma düştü. Ağdan çıxan günü 23'ünde bak bu yollarla gelmişik. Bu səngər həyatın 4 il yaşamışam. Her gecem, her gündüzüm, her kışım, her yayım, her yağışım. Sizler neler çekirsiniz onu ben bilmem. Sizlerin hansı hislerle yaşadığınızı onu yaşayan bilir. Yani bu insanların içinde cavanlığıdır. Ya, Türkiye'de yaxşı adet var ki, böyle askere gitmeyene kız vermirler. Bize gerek olsaydı yarısının çok ev subay kalacaktılar. O dövür için. Vallahi billahi eləydi. Yaxşı ki bu zamanda siz qulluq edirsiniz. Biz o zamanda qulluq edəndə nətər burada siz oynaya bilmirdinizsə, o vaxtı biz oynaya bilmirdik. O oyunları eləyə bilmirdik. O şərait yox idi. Özüm 50-60 bin rubl o vaxtı deyirdiler. Moskvadan silah alırdıq öz pulumuzla. Və gəlirdik döyüşə. Patron birini şumat alırdıq. Ruslardan 91-ci illərdə. 92-ci ilin düz fevralından kimi. Yəni onu yaşayan və bu günləri Ali Başkomandanın bu cür şərait yaratıb. Bayaq orada oturanda deyirəm ki, biz burada qalanda balaca bunlar hamısı salafan vururduq, yemək bir şey yox idi. Saldata əmr eləməyə bir cürət eləmirdin. Amma şükür Allah, hər şərait var bunlar. Bir əmrdən başqa hər şey var. Nə əmr eləsən bir gün hamı gedər. Mən Qarabağa Çalaqqala zəfərinin arzu edirəm. Çalaqqala bütün Türk dünyasının davasıydı. O dava əgər uduzsaydıq, nə Azərbaycan vardır, nə Türkiyə. Orada həm Azərbaycan, həm Qırğız, həm Özbək, həm Qazax, həm Tatar, hər millətdən şəhid olub. O birlikdir. Bizim hərbi hissədə Hacı Əlmədin bir Türk var idi, onu həmişə biz qoruyurduq. Bir Türk əskər var idi. Bir İranın Təbrizli var idi. Çeçenlər var idi. Hər millətdən var idi. Onları biz qoruyurduq. Ki bunlarla biz qardaşlarımız bizə köməyə gəlib. Tacikistandan var idi. Tacik vardı, şəhid oldu. Mən təşəkkür edirəm Mahra xanıma. Bura gəlməyimizin səbəbkarı Mahra xanımdır. Yeni Yurt İctimai Birliğinin sədri. Və bayaqları Seyfəddin müəllim ağlayanda Quran olsun tükün biz durdu. Yəni o içimdə elə hissləri o qədər ağlamışam. İçimdə, yəni gözümdən yaş çıxmasından içimdə yaşlar gedir. Yəni hər bir hissin sağ olsun Türk qardaşlarımız bizi həmişə yüksək qiymətləndirir. Mən fərq eləmişim Türkəm. Əsgərlikdə 79-cu ildə dalaşanda məni komandir batalionu yanına apardılar ki, bu Türk buralar dağıdır. Mən onda bildim ki 79-cu ildə mənə Türk dedi ki, bu Azərbaycanın deyir, bu Türkdür. Yəni Türk adından qürur duyuram. Yəni Türk sonradan bizə verilən bu 20-ci əsrdə, 19-cu əsrdə sonradan bizə verilmiş Azərbaycan adı verilir. Rus imperiyasından sonra. Mən sizlərə qələbə arzu edirəm. Mən Ağdamlıyam, həm də Ağdamsızam. Pulluya pullu deyirlər, pulsa pulsuz. Mən pulsuzam. Yəni Ağdamsızam mən. Yəni bir günləri gəlib öz doğma vətənimdə vətənsizəm. Bu vətənin də qaytarması üçün sizlərdir. Biz evdə rahat yatırıq. 3 saatdan sonra, 5 saatdan sonra siz postlara gedirsiniz. O hisslərlə yaşayasınız. Bu müvəqqətli olsa, sağ olsun gələn təşkilat sədri bu şəraiti yaradır. Bir an yaşadıq, bir 5 saat yaşadıq. Bu yaşamaq budur. Səngərdə durmaq yaşamaq deyil. Mən təşəkkür edirəm komandirlərə. Onlar hansı əziyyəti çəkir? Gecə, günüz, 5, 4, sər-sər
o yatağı da bilmir. Yer gələndə ailələrini də vallah bilmirlər, gedib gələ bilmirlər. Yəni biz onu yaşamışıq, onları da görürük. Təşəkkür ederim sizlərə Şamil müəllim. Təşəkkür ederim ansambla. Təşəkkür ederim bizim rayon icra ekiminə və bu işdə kimin əməyi varsa hamısına və ən çox Türk qardaşlarımız ki 350 kilometre bura gəliblər, sizləri ziyarət ediblər. Yəni ürəkləri sizləndir. Təşəkkür ederim sizlərə. Qələbə arzu edirəm. Qələbə arzu edirəm. Qələbə arzu edirəm. Sağ olun. Sağ olun. Sağ olun qardaşlar. Allah razı olsun. Getdiyiniz ocaq köməyiniz olsun. Mənim əzlərim, bilirəm ki, xidmətiniz davam edəcək. Sizin yeməyiniz vaxtıdır bu dəqiqə. Sizi çox yormaq istəmirik. Bizə çox xoşdur, daha çox qala bilərik. Yəqin ki, görüşlərimiz çox olacaq. Əgər cənab nazir izin verərsə, biz artıq bu tədbirləri mütəmadi davam edək. 2 gün, 3 gün bundan öncə biz Tovuz bölgəsində, Şəmkirdə idik. Çox böyük tədbirlər keçirdik orada, hərbi hissələrdə. Ondan qabaq Ağdama, Tərtərə gəlmişdik. 190-ın başqa bölmələrində idik. Və bu günləri Seyfəddin müəllimin bir əlavə ürək sözü çıxdı ortalığa. Onu deməlidir. Yəni Seyfəddin müəllim ürək doludur həqiqətən də. Öyle çox şey demək qabiliyyəti var Seyfəddin müəllimin. Onu dinləyək. Sonra sizə söz hərbi hissənin komandiri çox hörmətli Etibar Əhmədovundur. Seyfəddin müəllim, hər ikinizi burada dəvət edirəm. Həm komandiri, həm sizi. Buyurun. Bakın, şimdi ağlamayacağım. Ama niye? Çünkü sizin gözlerinizde parıltı gördüm. Bu parıltı karanlığı yırtacağına inanıyorum. Karanlığı yırtıp aydınlığa çıkaracak Azerbaycan'ı. Karabağ Savaşı'nda, Hocaali Savaşı'nda bir de savaşanların yanında onların yaptıklarını dünyaya çattıran jurnalistler vardı. Bunlardan bir tanesi Şamil Sabiroğlu'ydu. Şamil müəllim demin kahramanları sayıyor, 200 küsür tane, 211 tane. Evet, buyurun. Ama unuttuğu bir şey var. Bizim kahramanımız Şamil Muallim'dir. Neden? Çünkü hem Türkiye'de hem Azerbaycan'da halen Hocalı'yı, halen Karabağ'ı sıcak tutabilmek için mücadele veriyor. Bize verilen, şahsıma verilen bir hediyeyi komutanımız tarafından, özellikle komutanımız müsaade ederse, benim İrəvan toprağından komşum, bugün burada bir komutanlık yapan Valih müəllimin bizim adımıza Şamil Bey'e vermesini arz ederim. Onu benden iyi bu saklayacak inanırım. Allah razı olsun. Onu benden iyi bu saklayacak inanırım. Çünkü şahıs malı. Hörmətli qonaqlar, çox sağ olun. Minnətdaram ki, siz gəldiniz, bizim şəxsiyyəti bir daha mənəvi qidə verdiniz. Şəxsiyyətə ruh yüksəliyi verdiniz. Əlbəttə, qardaşım Hacı gözəl bir söz dedi. 91-ci ildə silahı, sursatı tapa bilmirdik. Ancaq bugün Ali Baş Komandana biz hər birimiz minnətdarıq. Günü gündən ordumuz güclənir. Yegəni ordudur ki, dünyaya meydan oxuya bilər. Buna biz fəxr edirik. Buna biz Ali Baş Komandanın bir daha minnətdarıq ki, həqiqətən də dünən hərbisə komandiri o dünənki tədbirdə çıxış edirdi. Siz deyir, Bakıya çatana kimi biz Ağdamı geri qaytara bilərik. Əmri gözləyirik. Bəli. Bu tədbirdə Şamil müəllim sizə minnətdaram. Mayra xanım sizə minnətdaram. Çox sağ olun. Türkiyədən gələn qardaşlarımıza minnətdaram ki, çox sağ olun. Gəldiniz, bir daha bizim şəxsiyyətə mənəvi qidə verdiniz. Ruh yüksəliyi əlbəttə bizim şəxsiyyətdə var, daha da artdı. Arzum budur ki, bizim bu şəxsiyyət belə qələbəni, gözəl günləri Şuşada, Laçında, Ağdamda, gözəl diyarlarda qeyd eləyək.
sizinle bir yerde, Şamil müəllim sizinle bir yerde, bütün qonaqlarla, musiqiçilərimizlə, Mahirə xanım sizinle bir yerde, bütün xalqımıza eşq olsun. Cəmiyyət bugün bizimle bir yerdedir. Axırıncı bu hadisələr bəxtləri Şamil müəllim qeyd elədi. Cəbhədə biraz gərginlik oldu. Bölgədən, Gəncədən, Biləsuvardan, Masallıdan nə qədər könüllülər gəlmişdir Şamil müəllim. Hər bir səni dağıdırdılar ki, bizə silah verin, biz də döyüşə gedirik. Bu böyük yürü yüksəliyidir. Heç kim deməsin ki, cəmiyyətdə bugün orduya gələn yoxdur. Xeyr, yalan söhbətdir. Bugün biz fəxr edirik ki, Azərbaycan xalqı var, Türk dövləti var, bizə yaxın qardaşdır. Bununla da biz fəxr edirik. İki dövlət bir millətik. Həmişə bir olacaq. Sağ olun. Mənim əzizlərim, dəyərli Seyfəddin qardaşım, mən bu hədiyyəni göz bəbək kimi qoruyacağıma and içirəm. Var olasın sizi. Və sözü hərbi hissənin komandiri, çox hörmətli Etibar Əhmədova verin. Buyurun. Hörmətli qonaqlar, mən 92-ci ildən Səngərdə xidmət edirəm. Onun 3 ilində çıxmaqla. Çox qonaqlar, çox tədbirlər olub. Ancaq bugünkü tədbir kimi tədbir olmuyor. Heç vaxt belə deyək, Türk dostlarımız, qardaşlarımız gəlib Səngərdə əskərlə bir olmayıblar. Bu həqiqi mənada mənim xidmətimdə birinci dəfədir görürəm və qürur duydum ki, bu günü Allah mənə nəsib elədi, əskərlərimizlə bir yerdə yaşadıq, sizlərlə bir yerdə yaşadıq. Bizə siz mənəvi qida verdiniz. Bugün ordumuz üçün hər bir şey var. Ancaq bu mənəvi qida varla, dövlətlə, pulla alınmaz. Siz bizi daha da gücləndirdiniz, daha da güc verdiniz. Mən əminəm ki, bugün bizim əskərlərimiz, burada olanlar, o Səngərdə olan əskərlərə də bu xoş təəssüratları çatdıracaqlar ki, onlarda da mənəvi qida yüksək olacaq, ruh yüksəkliyi gündən-günə artır bizdə və mən sizi əmin edə bilərəm ki, bir komandir olaraq, az müddətdə mən burada bir aya yaxındır komandirəm, əskərlərimizin, zabitlərimizin bacarığına çox əminəm və mən sizi belə tutarlı sözlə, əmin olaraq bildirmək istəyirəm ki, bizim hərbi hissə bugün hər şey hazırdır. Biz buradan düşməndən 1 kilometr olmaz aramızdır. İnanın, əmr alsaq buradan hər bir əskər belə sürətlə o tapşırığı yerinə yetirər və xalqımızın, devlətimizin, Ali Başkomandanımızın başını uca eləyər. Sağ olun, xoşbəxt olun. Və son olaraq keçirik tərtiblərə. Hə, komandir? Bilirsiniz ki, Ali Başkomandan orduya çox böyük diqqət ayırır. Valih müəllim onu buyurdu. Doğrudan da təminatımız çox gözəldir. Vaxt vardı ki, tək bu hərbi hissədə yox, digər hərbi hissələrdə də adi bir ərzaq çatışmamazlığı vardı. İnanırsınız, ordumuz çox ağır bir durumda. Amma bu günləri Azərbaycan ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsindən ən az 3 dəfə çoxdur. Var olsun Azərbaycan ordusu! Və orduya insanlar, mülki insanlar dəstək göstərməsə o ordu yaşamaz. Bilmirəm, dahilərdən kimin sözüdür? Deyir ki, öz ordusunu yedirtməyən xalq, özgə ordusunu yedirtməyən məhkumdur. Bəli, General Mehmandarovun səhvlənirsə sözüdür. Amma Valih müəllim buyurdu, çox gözəl buyurdu. Doğrudan da bu son hadisələrdə Seyfəddin hocam ən azı 100 bin insan ayağa kalkmış, Cenab Ali Başkomandan söylemişti ki bizi savaşa gitmek istiyoruz. Biz Ermenistan'a bu cevabı vermek istiyoruz. Ama dediler sakit olun ve Cenab Ali Başkoman teşekkürünü bildirdi. Hakikaten de bu olmuş ve Azerbaycan ordusu içkilerin sayını azaltmak için Ermenilere çok büyük bir zerbe vurdu. Bir daha ordumuzu alkışlayalım. Bugün burada Hərbi hissə komandirin adından mükafatlar təqdim olunur. İlk mükafat Azərbaycan Mədəniyyət, Dil, Tarix Araşdırma Mərkəzinin Genel Başkanı Seyfəddin Ayakaya tərtib olunur. Böyük məmnuniyyətlə. Onu Valih müəllim təqdim edir. Alqışlayaq bir daha. Çok hürmetli İsmet hocam. Buyursun, alkışlayaq.
Çox hörmətli Yavər Çimən. Və böyük məmnuniyyətlə Doktor Bedri Bilgə. Alqışlayaq doktoru. Və böyük məmnuniyyətlə bu tədbirin bilavasitə təşkilatçısı, himayədarı və bütün əziyyətləri çiğnə götürmüş mənim kövrək qəbli bacım Hacı xanım Mahirə Əsədova, Yeni Yurt Sosial İnkişaf Birliğinin sədri. Allah mərci itirməsin. Mən istəyirəm ki, bir Qarabağ şikəstəsi və sonluq ondan da yekunlaşdıraq inşallah. Var olasınız. Akşamüstü Koyuzak'tan havalansın xanın səsi, Qarabağ şikəstəsi. Ayaq üstə dinləyək bu.
belə şikəstlərimiz Qarabağda, Ağdamda, Cəbrayılda, Zəngilanda, Qubatlıda, Şuşada, Kəlbəcərdə və Laçında səslənsin. Can sağlıq arzulayırıq gələn qonaqlara da hamısına öz təşəkkürümüzü bildiririk. Mənim əzizlərim, doğrudan da Şur ansamblının timsalında bir gözəl bir gün yaşadıq. Allah sizi var eləsin. Bir də ansamblın heyətini alqışlayaq. Var olasın sizi. Bizim hərbi hissə komandirinin verdiyi məlumata görə, burada nümunəvi xidmətlərinə görə 3 əskər qısa müddətli məzuniyyətə göndəriləcək. Mən onların adlarını çəkməyəcəm. Alqışlar xahiş edirəm. Mən onların adlarını çəkməyəcəyəm. İndi komandir özü yəqin birazdan açıqlayacaq. Amma Yeni Yurt İctimai Birliğinin adından 100 əskərimizə kiçicik hədiyyələr var. Mən istəyirəm o hədiyyələri təqdim eləsinlər. Bravo.